Lakin bir nəfər belə deyə bilər: ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər? Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə həyata qovuşmaz. Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu, bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən. Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər biri bitən toxuma özünə məxsus quruluş verir. Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır. Səma cismiləri var, dünya cismiləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır. Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir. Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz. Əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir. Əkilən toxum zəif, dirilən bədən qüvvətlidir. Əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. Necə ki yazılıb, ilk insan Adəm canlı bir varlıq oldu, sonuncu Adəm isə həyat verən ruh oldu. Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir. İlk insan yerin torpağından, ikinci insan göydən yarandı. Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir. Səmavi adam necədirsə, səmavilər də elədir. Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi olanın surətini də elə gəzdirəcəyik. Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın padşahlığını irs olaraq ala bilməz. Eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz. Baxın, sizə bir sirr açmaq istəyirəm. Hamımız vəfat etməyəcəyik. Amma son şeypur çalınanda, bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik. Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir. Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə, ölüm yox edildi, onun üzərində qələbə çalındı deyə yazılmış söz yerinə yetəcək. Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı? Ölümün neştəri günahdır, günah isə gücünü qanundan alır. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun. Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın. Hər zaman Rəbbin işində səylə çalışın.